yerinə yetirəcək. Top qapı qarşısına ötürülür. Raqil Məmmədov səhvə yol verdi. Az qala top qapıdan keçəcəkdi. FIFA'nın tələblərinə cavab verəcək. Qapıya doğru zərbə və Səlahiyyət Ağayev alınmadı. Inter yenidən hücum qurur. Peter Zlatinov. Çınara doğru ötürmə. Nizam Hacıyev qapı qarşısına ötürür topu və Aqil Məmmədov. Interin qədər də orada alınmır. Niyəsə vurmağa meyilli olan futbolçudur. Bir neçə oyunlardan Interin vacib qollarına. Hücum ötürmə. İlya Kandelaki. Kandelaki ötürməyə imkan tapdı. Qapıya doğru zərbə vurmaq olar. Qapıya doğru zərbə və Aqil Məmmədov. Aqil Məmmədov. Bu epizodda qola imkan vermir. Gücdən zərbə. Nizam Hacıyev. Qapıya doğru zərbə və yenə Aqil Məmmədov. Yenə yaxşı oynayır gənc qapıcı. Elvin Məmmədov. Elvinin zərbəsi top qapının yanından keçir. O qədər də uğurlu alınmadı. Mariya Horvat. Novruzov. Gözəl ötürmə. Elvin Məmmədov cəlmə midasına daxil olur. Elvin topladı. Elvinin ilk zərbəsi alınmır. İkinci zərbə vura bilərdi ancaq bunu etmədi, edə bilmədi. Qapı qarşısında ötürmə Aqil Məmmədov. 63 xalla liderdir. Xəzər Lənkəran 56 xalla ikinci. Qarabağ və Inter komandaları əriyə 53 xal toplayıblar. 3-cü, 4-cü yerlərə bölüşdürürlər. Qapıya doğru zərbə və top qapıdan keçir. Batsana Tskadadze qarşılaşmanın 65-ci dəqiqəsində hesabı açdı. Top dirəyə dəyərək çərçivəyə daxil olur. Və yenə oğul Tskadadze fərqləndi. Ata Tskadadzeni sevindirir. Ekranlarınızda da Gürcüstanlı futbolçu öz qol vurmaq qabiliyyətinə görə, qol duyumuna görə əlbəttə fərqlənir Interin digər oyuncularından və qarşılaşmada hesabı açdı. Aqil Məmmədov topu qaytarmaq üçün uzandı, ancaq top dirəyə dəyərək çərçivəyə daxil olur. Artıq Inter daha da rahatdır, çünki 1-0 hesabı ilə irəlidədir. Əlbəttə son turu qələbə ilə başa vurmaq istəyirdi. Inter Lənkəranda keçirilən görüşdə isə Xəzər Lənkəran. Tskadadze. Batsana Tskadadze. Gözəl ötürmə və ikinci top indi. Qapıdan keçə bilərdi. Gerd Karlsons tamamilə boş vəziyyətdə idi. Tamamilə və elə bir imkan əldən verdi ki, burada bəlkə də zərbə vurmaq, dəqiq zərbə vurmaq çox asan idi. Nəinki topu qapıdan kənara doğru vurmaq. Oyundan kənar vəziyyətdə yox idi. Sadəcə olaraq topu boş qapıya göndərmək qalırdı ki, beləliklə görüş başa çatdı, hörmətli tamaşaçılar. Oyun başa çatdı. Inter komandası Şəfa stadionunda Bakı ilə görüşdə 1-0 hesabı ilə məğlub etdi. 64-cü dəqiqədə Batsana Tskadadzenin vurduğu qolla Inter Azərbaycan çempionatında bürünc medalları qazanır.